Dostlar, bu videoda mən sizə planda relyefin təsviri haqqında danışacağım. Ümumiyyətlə biz bilirik ki, yer səthi hamar deyil, dağlardan, düzənliklərdən və çökəkliklərdən ibarətdir. Məhz həmin bu relyef formalarını kartoqrafik təsvirlərdə biz göstərmək üçün müxtəlif üsullardan istifadə edirik. İlk öncə kartoqrafik təsvirlər tərtib edən zaman bir ərazidəki dağın və ya təpənin hündürlüyünü bilməliyik, eyni zamanda çökəkliklərin dərinliyini bilmək lazımdır. Məhz bunun üçün biz mütləq hündürlük və nisbi hündürlük anlayışından istifadə edirik. Gəlin baxaq görək nədir mütləq hündürlük. Dəniz səviyyəsindən hesablanan hündürlük mütləq hündürlükdür. Dəniz səviyyəsi dedikdə 0 metr nəzərdə tutulur. Yəni 0 metrdən hesablanan hündürlüyə biz mütləq hündürlük deyəcəyik. Mütləq hündürlüklər Qərbi Avropada şimal və ya Aralıq dənizləri səviyyəsindən götürülür. Rusiyada və həmçinin Azərbaycanda isə Baltik dəniz səviyyəsindən hesablanacaqdır. Mütləq hündürlüyü ölçən cihaz barometr cihazıdır. Bura qeyd edək. Digər anlayışımız isə nisbi hündürlükdür. Nisbi hündürlük nədir? Yəni yer səthində bir nöqtənin digər nöqtəyə şaquli xətt üzrə hündürlük fərqidir. Belə desək, iki nöqtə arasındakı hündürlük fərqinə nisbi hündürlük deyəcəyik. Nisbi hündürlüyü isə biz niveller cihazı vasitəsilə ölçəcəyik. Niveller yer səthində olan nöqtələrin hündürlük fərqinin müəyyən edilməsi üçün istifadə olunan bir geodeziya alətidir. Biz planda relyefi horizontalların köməkliyi ilə təsvir edəcəyik. Horizontal və digər adı ilə izohipsdir. Horizontal nədir? Horizontal deməli, fiziki xəritələrdə eyni mütləq hündürlüyə malik olan nöqtələri birləşdirən əyri xətlərdir. Biz bilirik ki, fiziki xətlərdə biz əsasən rənglərdən istifadə edirik relyefi təsvir edən zaman. Tutaq ki, dağlar qəhvəyi rəngdə, yəni bu da hündürlükdən asılı olaraq qəhvənin müxtəlif tonlarında təsvir olunur. Eyni zamanda bunu, yəni hündürlüyü göstərmək üçün biz horizontallardan da istifadə edəcəyik. Yəni baxın, buradakı şəkildə görsək bir dağ təsviri olunubdur. Bu dağ təsvirində yəni eyni hündürlüyə malik olan nöqtələr şaquli xətt çəkilərək dairəvi formada birləşdirilir. Yəni eyni nöqtələri biz birləşdiririk və nəticədə horizontalı tərtib etmiş oluruq. Əlavə olaraq horizontallarda biz kəsmə yüksəkliyi anlayışından istifadə edirik. Nədir kəsmə yüksəkliyi? Qonşu horizontallar arasındakı qalan hündürlük fərqi kəsmə yüksəklikdir. Yəni bir horizontalla digər horizontal, bir-birinə qonşu olan horizontallar arasındakı qalan hündürlük fərqinə biz kəsmə yüksəkliyi deyəcəyik. Həmçinin biz horizontalın, yəni təsvir olunmuş horizontalın dağ və ya çökəklik olmasını müəyyən etmək üçün berg ştrixlərdən istifadə edirik. Nədir berg ştrix? Berg ştrixlər horizontallara perpendikulyar çəkilmiş, yamacın eniş və səth sularının axın istiqamətini göstərən qısa xətlərdir. Şəkildə baxsaq, baxın, gördüyümüz bu horizontala perpendikulyar çəkilmiş qısa xətlərimiz berg ştrixlər adlanacaq. Əgər berg ştrixlər kənara doğru çəkilibsə, göstərilən, yəni təsvir olunan relyef forması dağ və ya təpədir. Əgər daxilə doğru, baxın, bu formada çəkilərsə, həmin relyef formasının çökəklik olmasını bildirəcək. Əgər biz testlərdə bu formada horizontallar görərəksə, burada heç bir berg ştrix göstərilməyib və bunun dağ və ya çökəklik olmasını necə müəyyən edə bilərik? Bu rəqəmlərə əsasən müəyyən edə bilərik. Əgər verilən rəqəm, deməli, kənardan çəkilibsə, bu dağ olduğunu bildirir. Əgər daxildə yazılıbsa, bu isə çökəklik olduğunu bildirir. Əlavə olaraq da tutaq ki, burada 140, burada 150, yəni qıraqda qalan horizontaldan içəriyə doğru rəqəm artarsa, bu dağ, əksinə içəridən kənara doğru artdığını göstərərsə, bu çökəklik olduğunu bildirəcək. Əlavə olaraq biz horizontallara əsasən yamacın meyliliyini də müəyyən edə bilərik. Yəni yamacın meylinin dik olduğunu və ya az meylli olduğunu biz horizontallara görə müəyyən edirik. Əgər horizontallar harda bir-birinə yaxın formada çəkilibsə, yəni sıx
formada çəkilibsə, baxın gördüyümüz bu hissədə horizontallar bir-birinə daha sıx çəkilib. Burada yamacın daha deməli meyilli olduğunu bildirəcək. Amma horizontallar bir-birinə daha aralı, yəni seyrək formada çəkilibsə, burada az meyilli olduğunu bildirəcək. Yəni biz bunu deməli müəyyən etsək, deməli bu yamacın şərq hissəsi az meyil, daha çox meyilli olduğunu, qərb hissəsi isə daha az meyilli olduğunu göstərir. Horizontalların köməkliyi ilə bir çox hesablama işlərini aparmaq mümkündür. Hansı ki, dağın hündürlüyünü və yaxud da ki, qonşu horizontallar arasındakı məsafəni, mütləq hündürlüyü, nisbi hündürlüyü bu kimi hesablama işlərini aparmaq mümkündür. Əlavə olaraq da bir çox geodesiya və yol tikinti işlərində yamacın meyilliyini də müəyyən etmək lazım olur. Biz meyilliyi faizlə və yaxud da ki, promillə müəyyən edə bilərik. İndi mən sizə meyilliyi müəyyən etməyin bir neçə qaydasını göstərəcəm. Gəlin birinci qaydamıza baxaq. Birinci qaydamıza əsasən yamacın meyilliyini faizlə tapmaq üçün iki nöqtə arasındakı hündürlük fərqini bu nöqtələr arasındakı məsafəyə bölüb aldığımız cavabı 100%-ə vururuq. Yəni biz əgər meyilliyi faizlə tapmaq istəyiriksə, iki nöqtə arasındakı hündürlük fərqini həmin nöqtələr arasındakı məsafəyə bölürük və 100%-ə vurub meyilliyi faizlə tapa bilərik. Digər ikinci qaydamız meyilliyi promillə tapılmasıdır. Promillə tapmaq üçün isə biz eyni qaydada iki nöqtə arasındakı hündürlük fərqini həmin nöqtələr arasındakı məsafəyə bölüb bu səfər isə 100-ə yox, 1000-ə vururuq. Üçüncü qaydamız isə bu şəkildə olacaq. Əgər biz yamacın meyilliyini metr bölünmüş kilometrlə tapmaq istəyiriksə, sadəcə olaraq iki nöqtə arasındakı hündürlük fərqini həmin nöqtələr arasındakı məsafəyə, hündürlük fərqi metrlə, məsafə isə kilometrlə olmaqla bölərək iki nöqtə arasında, yəni yamacın meyilliyini metr bölünmüş kilometr formasında tapa bilirik. Gəlin horizontallarla bağlı bəzi tapşırıqlara baxaq. Birinci tapşırığımıza deyilir ki, kəsmə yüksəkliyinin 15 metr olduğunu bilərək K məntəqəsinin, yəni burada yerləşən K məntəqəsinin mütləq hündürlüyünü tapın. İlk öncə biz horizontala, yəni şəkildə baxsaq görərik ki, berg ştrixlərə əsasən müəyyən edirik ki, bu çökəklikdir. Ümumiyyətlə bu tipli deməli testləri tapmaq üçün biz ilk öncə daxili horizontalın hündürlüyünü tapmalıyıq. Yadda saxlayırıq. Əgər verilən deməli məntəqəmiz çökəklikdirsə və çökəkliyin ən dərin nöqtəsi neçədirsə, həmin daxili horizontal həmin nöqtədən böyük olub kəsmə yüksəkliyinə tam bölünən ədəd olunmalıdır. Yəni burada qeyd edək. Daxili horizontal zirvənin hündürlüyündən, baxın. Zirvənin hündürlüyündən bir dəqiqə. Zirvənin hündürlüyündən böyük olmalıdır. Burada bu şəkildə qeyd edək. Deməli, zirvənin hündürlüyündən böyük olan və kəsmə yüksəkliyinə tam bölünən bir ədəd olmalıdır. Baxın, zirvənin, indi bu zirvə deyil, bu çökəklikdir. Yəni çökəkliyin dərinliyi deyirik də burada. Əgər dağdırsa zirvənin hündürlüyü olur. Çökəkliyin dərinliyi ən dərin nöqtəsi 325 metrdir. Və daxili horizont 325-dən böyük olub 15-ə tam bölünən ədəd olmalıdır. 325-dən böyük olub 15-ə tam bölünən ədədimiz isə hansıdır? 330-dur. Və əgər bu 300 daxili horizontal 330 tapdıqsa, digər horizontalları çox rahatlıqla tapa bilərik. Əgər bu 330-dursa, yəni 15-15 artaraq gedəcək. Bu olacaq 345, bu olacaq 360 və K olan horizontal olacaq 375. Düzgün cavabımız olacaq B variantı. Növbəti suala baxaq. Kəsmə yüksəkliyi 10 metr olarsa, sxemdə M nöqtəsinin hündürlüyünü tapın. Eyni qaydada bu zaman isə biz dağ və ya təpə tipli relyef formasına tapırıq. Əgər bu verilmiş horizontalımız, yəni verilmiş obyekti dağdırsa, yəni berg ştrixləri əslində müəyyən edirik ki, kənara çəkildiyini görə bu dağdır. Və dağ olan zaman daxili horizontal necə tapırıq? Daxili horizontal deməli
zirvədən kiçik olub, yəni məntəqənin zirvəsindən, yəni zirvədəki hündürlükdən kiçik olub, deməli kəsmə yüksəkliyinə tam bölünən bir ədəd olmalıdır. Burada zirvənin hündürlüyü 153-dür. Bu daxili horizontalımız 153-dən böyük olub, daha doğrusu kiçik olub. Ona tam bölünən ədəd hansı olacaq? Əlbəttə olacaq 153-dən kiçik olub. Ona tam bölünən ədəd olacaq 150. Baxın, əgər bu 150-dirsə və bu isə azala-azala gedəcək. İkinci olacaq 140, üçüncü olacaq 130, bu olacaq 120. M də üçüncü horizontalın üzərində yerləşdiyinə görə düzgün cavab olacaq 130 Y variantı. Növbəti suala baxaq. Sxemdə təsvir olunan relyef formasını və nisbi hündürlüyü tapın. Əlbəttə ki, burada biz Berg ştrixlərə əsasən bu relyef formasının çökəklik olduğunu tapa bilirik. İndi gəlin nisbi hündürlüyü tapaq. Daha önce dedik ki nisbi hündürlük nedir? İki nokta arasındaki hündürlük fərqidir. Bu çökəklikdir. Çökəkliyin dərinliyi 204 metr verib, kəsmə yüksəkliyimiz də 5 metr veribsə, daxili horizontalımız dedik ki 204-dən böyük olub 5-ə tam bölünən ədəd olacaq. Olacaq 205, bu olacaq 210, bu olacaq 215, bu isə olacaq 220. Kəsmə yüksəkliyini tapan zaman ən demək xarici horizontalda, yəni 220-dən çıxırıq ən dərin nöqtəmizi. Yəni 204. Bu isə olacaq 16 metr və relyef formasında Berg ştrixə əsasən müəyyən etdik ki, çökəklikdir. Düzgün cavabımız olacaq B variantı. Növbəti sual meyilli ilə bağlı sualdır. Kəsmə yüksəkliyi 18 metr olan sxemdə A və B nöqtələri arasındakı plandakı məsafə 6 cm-dir. Planın miqyası 1/100.000 olduğunu nəzərə alaraq AB yamacının meyilliyini birinci faizlə, ikinci promillə, üçüncü metr bölünmüş kilometr ilə tapacaq. İlk öncə biz kəsmə yüksəkliyinə əsasən A və B nöqtələri arasındakı hündürlük fərqini tapaq. Deməli, burada yazaq hündürlük fərqi. Bu hündürlük fərqimiz necə tapılacaq? Kəsmə yüksəkliyini biz bilirik ki, kəsmə yüksəkliyimiz 18-dir və burada saysaq 1, 2, 3, 4 və 5 boşluq var. 5 boşluq olduğuna görə deməli, hündürlük fərqini tapan zaman 18-i vururuq 5-ə, tapırıq neçə? 90 metr. İndi bu bizim A və B nöqtələri arasındakı hündürlük fərqidir. İndi A və B nöqtələri arasındakı məsafəni gəlin tapaq. Məsafəni də bizə plandakı məsafəni 6 cm verib, miqyası isə 1/100.000 verib. Bu məsafəni tapmaq üçün, yəni belə deyil, həqiqi məsafəni tapmaq üçün xəritədəki məsafəni miqyasa vururduq. Yəni 6-nın miqyasını, daha doğrusu kəmiyyətinə vururduq. Miqyasını da burada 5 sıfırı silib 1-ə vursaq, edəcək neçə? 6 kilometr və salam. Biz demək, hündürlük fərqini də tapdıq, məsafəni də tapdıq. İlk öncə faizlə tapırsa, düsturumuz necə idi? Deməli, meyilli faizlə tapan zaman hündürlüyü A və B nöqtələri arasındakı hündürlüyü məsafəyə bölüb 100%-ə vururduq. Burada da 90-ı, deməli 90 metri 6 kilometrə, yəni 6000 metrə, kilometri metrə çeviririk. 6000 metrə bölüb 100%-ə vuranda edir neçə? 1,5%. Daha sonra bu faizlə hesablamaydı. İkinci promillə hesablamaq qaydasını bizdən tələb edir. Promillə də hesablayan zaman eyni qaydada hündürlüyü məsafəyə bölüb, bu zaman isə 1000-ə vururuq. Hündürlüyümüz 90 metrdir. Məsafəmiz 6 kilometrdir, yəni 6000 metrdir. Bunu da 1000-ə böldükdə edir neçə? Deməli, burada ixtisar aparsaq, edir 15 promil. Daha sonra üçüncüdə deyir ki, bizə metr bölünmüş kilometrdən tapın. Üçüncüdə isə metr bölünmüş meyilliliyi, metr bölünmüş kilometrə tapan zaman sadəcə olaraq biz hündürlüyü metrə, daha doğrusu məsafəyə bölürdük. Yəni 90 metri 6 kilometre. Bu zaman biz bunu çevirmeye ehtiyac yoxdur. Çünki metrin kilometre bölünməsini bizə istəyir. Bu da edir neçə? 96 bölündə 15 metr bölünmüş kilometr. Bu qədər sadə.